Salam, hər vaxtınız xeyir olsun. Bugün sizə pensiya yaşı, pensiya kapitalı, pensiyaya çıxdığım təqdirdə nə qədər pensiya alacağam, nə vaxt pensiyaya çıxa bilərəm kimi sualları cavab tapacağıq. İlk növbədə MyGov tətbiqini yükləyirik. MyGov tətbiqində qeydiyyatdan keçdikdən sonra xidmətlər hissəsinə daxil oluruq və burada məşğulluq var. Məşğulluğa daxil olanda pensiya kalkulatoru var. Burada daxil o pensiya kalkulatoruna biz burada nə vaxt pensiyaya çıxa bilərik və pensiya kapitalımız nə qədərdir, pensiyaya çıxdığımız təqdirdə nə qədər pensiya alacağıq kimi sualları dəqiq öyrənə bilərik. Həmçinin səhv eləmirəmsə, yaşla yanaşı pensiya kapitalımız 30.000 olmalıdır ki, biz pensiyaya çıxaq. Bununla yanaşı burada fərdi şəxsi hesab məlumatları var ki, biz hansı illərdə harda işləmişik öyrənə bilərik. Ümumi olaraq məşğulluğumuz, yəni hər hansısa bir səhv məlumat və yaxud da hər hansısa bir məlumatı dəqiqləşdirmək istəyiriksə, məşğulluq hissəsində əmək müqavilələrim olsun, iş yeri məlumatlarım olsun, fərdi şəxsi hesab məlumatlarım olsun, buradan öyrənə bilərik. Əgər videomu bəyəndinizsə kanala abunə olmağı və videomu bəyənməyi unutmayın.